Və dördüncüsü gözəl əxlaq. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, mən insanı cənnətə gözəl əxlaqdan daha çox salan bir şey görmədim. Gözəl əxlaq insanı xeyir əməllərə müvəffəq eləyir və xeyirə açar olur. Fikir verin, bir kəs gözəl əxlaqlıdır, dinini yaşayandır. Onun gözəl əxlaqından baxıb nə qədər insanlar İslam'a gəlib. Hidayət olublar, ibadətə başlayıblar. Baxın Ömər radiyallahu anhu Qüds məscidini, Aqsa məscidini fəth eləməyə səbəbi sadəcə gözəl əxlaqı oldu. Ömər radiyallahu anhu Yahudilər Qüdsü təhvil vermək istəmirdilər. Dedilər ki, bir kəsə verərək, o da ki Ömərə, ədalətli olduğuna görə. Ömər radiyallahu anhu götürür öz xidmətçisini, tək xidmətçisinə. Dəvənin üstünə minir, gedir həmin yolu. Gedən vaxt xidmətçisi yorulur, düşür aşağı, xidmətçisi minir dəvənin belinə. Ömər radiyallahu anhu tutub dartır dəvəni. Beləcə Qüdsə çatana kimi bir-birini dəyişirlər, növbələşirlər. Qüdsə çatanda növbə Ömər radiyallahu anhu da olur, yerdə olur Ömər radiyallahu anhu. Xidmətçisini dəvənin üstündə dartır. Deyirlər, sizdən kimdir Ömər? Xidmətçisi göstərir, Ömər radiyallahu anhu yerdədir. Deyir, belə ədalətli olan şəxsə biz heç vaxt qalib gələ bilmərik. Qüdsün hasarlarını ona verirlər. Ədalətinə, əxlaqına görə. Xidmətçisi olsa belə, onunla davranışına görə necə gözəl əxlaqla davrandı. İslam ümumiyyətlə bizə gözəl əxlaqı tövsiyə edir. Peyğəmbər sallallahu əleyhi və səlləm bizə ən gözəl örnəklərdəndir. Allah subhanahu taala Peyğəmbərimiz sallallahu əleyhi və səlləm barəsində buyurur ki: "Və innaka ala xuluqin azim." Həqiqətən sən böyük əxlaq sahibisən.